Bağlı bilirdi yani bizi gərgin oyun gözləyir. Neftçi elə komandadır ki, ağırlığı olan bir komandadır. Buna görə də yəni hər hansı bir komandaya motivasiya vermək lazım deyil. Neftçinin adı özü yəni motivasiya verən komandadır. Son 4 oyunda yəni qələbə yoxdur Kəpəzdə. Bunun problemi səncə nədir? Problemi deyə bilmərəm, amma yəni elə bu oyunda da qələbə qazanıldı. Prosta axırda penalti verdilər. Buna da şükür yəni belə. Növbəti həftə Sumqayıtla maç var. Bunun haqqında nə deyə bilərsən? Hər oyuna çıxdığımız kimi Sumqayıt da yəni düşüncə qədər rəqibdir. İnşallah axıra kimi mübarizə qalacaq. Penalti epizodu haqqında fikrin. Penalti epizodu indi deməli deyəcəm ki, yoxdur, hakim qərar verdi bizi. Yəni orada nə deyib, əlimi bağlamışdım, indi bilmirəm, nətər göründü, necə göründü. Əgər qalib gəlsəydiniz, Premyer Liqada rəsmiləşəcək, yəni davam Yəni edəcək. hamımız Ona görə istəyərdik, heyəcanlısınız. yəni rahat olaq, yəni qələbə qazanaq, yedinizi bəlkdə. Amma olmayan da olmayacaq. Qəbələ də Premyer Liqaya qarşı bu barədə. Yəni onların adı çıxmıyor. Klubda qalıb qalmayacağım bağlı. Amma inşallah qələbə. Son olaraq bir də azarkeş dəstəyi haqqında nə deyə bilərdin? Azarkeşlərimiz yəni var olsunlar da, yəni rəqib polyasında olsun, öz polyamızda olsun. Düzdür, öz polyamızda oynamır. Amma yəni buna baxmayaraq, yəni həmişə pis oynayanda da, yaxşı oynayanda da həmişə bizim yanımızda.